Gecə növbəsi işi var yoldaşlar. Gecə növbəsi işi. Bir neçə gecə növbəsi işi var. Mən sadəcə onlardan birindən bəhs etmək istəyirəm. İlk öncə o bəhs etmədiklərimdən qısaca olaraq bir bəhs edeyim. Biri misal üçün Leyla medikalda olmalıdır. Bu da Xətai tərəfdə olmalıdır. Şəhərin mərkəzində olmalıdır. Orada olmalıdır gecə növbəsində iş. Bundan əlavə çörəkçi işi var. Misal üçün, o həmin hər kəs üçün deyil. Gecə növbəsində olan bir işdir. 1000 manat civarındadır, amma o hər adamlıqda deyil. Çünki o işdə bilik və bacarıq tələb olunur. Bir də var yoldaşlar Mediklubda koordinator qeydiyyatçı işidir ki, ondan indi Allah qoysa bəhs edirəm. Bu deməli sizdən ali təhsil tələb edir. Rus və ya ingilis dilindən birini bilmənizi tələb edir. Və yüksək səviyyədə yazılı və şifahi nitq bacarığınız olmalıdır və gecə növbəsində işləyə bilməlisiniz. Ofis proqramlarla işləmə bacarığınız olmalıdır. Burada əmək haqqısı da sizin bilik və bacarığınıza əsasən təyin olunur. Təxminən burada deyim də sizə 525 manatla 840 manat aralığında təyin oluna bilər. Nə iş görürsünüz? Xəstələri qəbul edirsiniz, qeydiyyatını alırsınız, telefon zənglərinə cavab verirsiniz, təcili yardım çağırışlarını təşkil edirsiniz. Yəni əslində burada cins qeyd olunmuyubdur yoldaşlar. Yəni ona görə həm bəy nümayəndələri, həm də xanım namizədlər müraciət edə bilər bu işə. Yəni fikir verdinizsə, təcrübə tələb olunmadı sizdən. Ona görə də könül rahatlığı ilə yox, tələb olunub daha doğrusu. Üzr istəyirəm yoldaşlar. Yaxşı ki gördüm. Deməli, pasientlər və müştərilərlə işləyəcəkləriniz olmalı. Yəni hər hansısa bir yerdə işləmirsinizsə, xidmət sektorunda xüsusilə də müştərilərlə təmasda olmusunuzsa, yəni rahatlıqla müraciət edə bilərsiniz bu işə. Zaten sizin yüksək səviyyədə yazılı və şifahi nitq bacarığı tələb edir. Ona görə də yəni bu bacarıq da adətən hər hansısa bir işdə işləyənlərdə daha çox olur. Varsa rahatlıqla müraciət edə bilərsiniz bu işə də. Bu işə də müraciət etməkdə çətinlik çəkirsinizsə və yaxud digər işlərlə tanış olmaq istəsə, ümumiyyətlə iş tapmaqda çətinlik çəkirsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə kanala daxil olun, Toğrul Azıvarlı kanala. Kanala daxil olduqdan sonra diqqət edərsəniz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.